Şəban ayının əməlləri. Seyyid İbn Tavus, Allahın Rəsulu sallallahu aleyhi və alihi və səlləmdən nəql etmişdir. Şəban ayının ilk 3 gününü oruç tutmağın və gecə Şəban ayının namazı niyyəti ilə 12 rəkət namaz qılmağın, hər rəkətdə həmddən sonra 11 dəfə İxlas surəsi deyilməlidir, hədsiz savabı vardır. İmam Sadiq əleyhissalam buyurmuşdur: Şəban ayının ilk gününü oruç tutan şəxsə behişt vacib olar. İqbal kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq. Bu namaz 12 rəkətdir. Onun hər rəkətində həmddən sonra 11 dəfə İxlas surəsi deyilməlidir. Bu ayda həmçinin mümkün qədər sədəqə vermək, çox sayda salavat demək, əstəğfirullahə və ətubu ileyh deyib Allahdan bağışlanmaq istəmək Şaban ayında Allahın bəyəndiyi əməllərdir. Hər gün 70 dəfə əstəğfirullahə və əsəluhut təvbə, Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm. Hər gün 70 dəfə əstəğfirullahəl-ləzi la ilahə illə huvər-rahmanur-rahim, əl-hayyul-qayyim və ətubu ileyh deməklə Şaban ayında Allahdan bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70.000 dəfə istiğfar etməkdir. Şaban ayı boyunca 1000 dəfə La ilahə illallahu və la na'budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl müşrikun deyən mömin 1000 ilin ibadətinin savabını qazanar. Şəban ayında tövsiyə olunan xüsusi hacət namazı. Şəban ayının hər cümə axşamı günləri, 4-cü günləri 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində həmddən sonra 100 dəfə İxlas surəsi, salamdan sonra isə 100 dəfə salavat deyilməlidir. Bu namazı qılan şəxsin Allah Taala bütün dini və dünyəvi hacətlərini yerinə yetirər. Həmçinin bu ayın cümə axşamı günləri oruç tutmaq tövsiyə olunub. Rəvayətlərdə qeyd olunub ki, mələklər Allah Taaladan Şəban ayının cümə axşamında oruç tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən Şəban ayının bazar ertəsində və cümə axşamında oruç tutan şəxsin Allah Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.